Emin, o dövrü xatırlayanda 2000-in əvvəli idi də. Qazancımız çox cüzi idi. Hesablayırdıq da, yəni yeməyimizdən tutmuş yol puluna qədər hər şey hesablanırdı. Amma o daxili bir rahatçılıq, xoşbəxtlik, hər şeyə sevinirdik. Elə bir huzur var idi. Səncə çünki nə çatmır o vaxt bizi belə generator kimi xoşbəxt edən hisslərdən bugün bizim içimizdə nə çatmır? Birinci növbədə biz cavan idik, gənc idik. İkinci növbədə ölkə cavan idi, ölkə gənc idi. Bu şeylər var. Yəni bizim işlədiyimiz sahədə, yəni Azərbaycanda bir dənə televiziya olub, Azərbaycan televiziyası. Biz işlədiyimiz sahədəki televiziya sahəsi idi. Hər bir televiziyanın da onda 5, 10, 5, 6, 7, 8 yaşı ola bilərdi. Yəni o işlədiyimiz sahə də çox gənc sahə idi. Və bizim nəsil televiziya işçiləri, hansılar ki televiziyaya gəldilər və doğrudan biz önümüzdə olan insanları görürdük ki, məsələn, Etibar Babayevi görürdük, Mirşahin müəllimi görürdük. Yəni o insanlara baxıb televiziyaya gəlmişik və biz heç vaxt pulu fikirləşmirdik.